Salam Məleyküm. Mən Hüseynzadə Xədicə xanım. Mənim müraciətim prezidentimiz İlham Əliyevədir. İlham Əliyev, mən bu qədər sizə sosial şəbəkə ilə müraciət eləyirəm. Bu qədər sizə siqnal verirəm. Bu qədər ərizələr yazılır. Amma ki, 1 il 10 aydır. 1 il 10 aydır siz amba nə bizim ərizələrimizi baxırsınız, nə bizim siqnallarımızı eşidirsiniz, nə sən o məmurların var. Fuad Ələsgərov, Zeynal Nağdaliyev, Vilayət Eyvazov, Kamran Əliyev, ondan sonrasına hamısına mən müraciət eləyirəm. Zeynal Nağdaliyev, Əli Nağıyev, mən onların hamısına müraciət olundu. Hamısına sosial şəbəkəyə müraciət olunub. Demişəm, amma ki, mənim yoldaşım Hüseynzadə Mircəfər günahsız yerə şərrənib həbs olunub. Sizin o məmurlarınız var, yanında gəzən məmurların var, qızara yeri bizim uşaqlarımızın haqqını yeyən məmurlar. Hərəsi bir altında neçə minlik maşın sürən məmurlarım var, ha? Mənim yoldaşım sizə müraciət elədi ki, İlham Əliyev, mənim uşaqlarımın sosial yardımı verilsin. İlham Əliyev, gələcəyin 2 əsgərin böyüdürəm. İlham Əliyev, gələcəyin 3 qızı böyüdürəm dedi. Amma ki, siz ona eşitmədiniz, sənin o məmurların İlham Əliyevə dedi söz çatmasın, sizin o məmurlarınız var, ha? Onlar mənim yoldaşımı şərrədilər, həbs elədilər. Mən dünənləri baxıram Facebookda, 4 dənə ermənini çıxardırsınız İlham Əliyev. Və yaxşı 4 dənə ermənini çıxardırsınızsa, nəyə görə günahsız yerə yatan siyasi məhbuslar, dindar qardaşlar, ondan sonrası jurnalistlər, niyə onlar çıxartmısınız İlham Əliyev, hə? Qatilləri tez çıxardırsınız. Xocalı faciəsində bizim körpələrimizi nə günə qoydular? Bizim analarımızı nə günə qoydular? Və necə olur ermənini tez çıxardırsınız? Ermənidən məlumat gələn kimi 4 dənə ermənini nə tez çıxardırsınız İlham Əliyev? Vilayət Eyvazov nə tez çıxardırsınız? Kamran Əliyev. Və mənim yoldaşım da günahsızdır axı. Mənim yoldaşım sizə müraciət eləmişdir İlham Əliyev. Kiməsə müraciət eləməmişdir. Bu ölkənin prezidenti idiniz, sizə müraciət elədi. Sizə dedi də, sizdən kömək istədi. Sizdən körpə uşaqların haqqını istədi İlham Əliyev. Mənim yoldaşım nə istədi ki, mənim yoldaşım sənin o məmurların, Vilayət Eyvazov, hər dəfə də deyirəm, Sənan Əsədov var, qızara yer acılaf. Mənim yoldaşım bu hadisələr çıxandan sonra jurnalistləri həbs olunanda, dindarlar həbs olunanda mənim yoldaşımı da qatdı, həbs elədi. Ha, İlham Əliyev. Və mən bu qədər müraciət elədim sizə. Necə olur İlham Əliyev, siz 4 dənə erməninin qatili çıxardırsınız. Və mənim də yoldaşımı azad elə. Bizim də o jurnalistlərimizi azad elə. Siyasi məhbusları azad elə. Niyə eləmişsiniz İlham Əliyev? Niyə eləmişsiniz axı? Və niyə çıxardırsınız onları? Onda onlar da çıxmırdı da. Bizim yoldaşlarımız necə həbsdədirsə, onlar da çıxmırdı da. Niyə çıxartdınız? Mən müraciət eləyirəm İlham Əliyev. Mənim 5 dənə körpə uşağım, yenə deyirəm, acdır 5 dənə körpə uşağım. Sosial yardım 5 aydır vermirlər mənim sosialıma. Qazım kəsilib, suyum kəsilib. Mən kimə müraciət edeyim İlham Əliyev? Ölkənin prezidentisən. Bu ölkənin prezidentisənsə sənə mən müraciət eləməliyim İlham Əliyev. Bu ölkəni idarə eləyə bilmirsənsə çıx get də sən. Qoy kim gəlir, o gəlsin idarə eləsin. Siz idarə eləyə bilmirsiniz. Siz vətəndaşın sözünü eşitmirsiniz. Vətəndaş bu qədər sizə müraciət eləyir. Və sən heç bunu əhəmiyyətə almırsınız axı bizdə. Onda bu niyə görə bu ölkədə siz idarə eləyirsiniz? Qoy gələn idarə eləsin də. Bəlkə biz də bir günə çıxarıq da. Və biz bu qədər müraciət eləyirik. Mən 1 il 10 aydır mən sizə siqnal verirəm İlham Əliyev. Bir vətəndaşın sözünü eşidən yoxdur. Məmurun biri çıxıb demirsə, ay vətəndaş, sənin dərdin nədir? Sən nə istəyirsən? Amma məmurlar oğurlayır, yeyir. Neçə minlik maşın sürürlər, neçə minlik evləri var, villaları var. Və mən kimə müraciət edeyim İlham Əliyev?
Hə, kimə deyim mən? Bu ölkənin prezidentisən də. Mən də bu ölkənin vətəndaşıyam. Mən başqa yerdən gələn vətəndaş deyiləm ki. Və mən sizə müraciət eləməliyəm də. Sən bu ölkəni idarə edə bilmirsən. Deyirsən ki, iş var. Vətəndaş işləyə bilər. Hani iş? İlham Əliyev. Deyirsiniz iş var. Amma ki, vətəndaşın haqqını verirsiniz. Vətəndaş əziyyətlə də olsa işləsə də, tərini silə-silə işləyirsə, balasına bitki çörək pulu qazanırsa, siz onu, sənin o məmurların vermir, kəsir. Bu qədər müraciət eləyirəm İlham Əliyev mən, bu qədər deyirəm. Mənim yoldaşım Hüseynzadə Mircəfəri azad eləyin, xəstədir. And olsun, çörək almağa pulum yoxdur. Bax, and olsun Allaha deyirəm. Sosial yardım 5 aydır vermirlər. Mənə zülüm eləyirlər, yoldaşımı şərrədilər, həbs elədilər. Mən onun yanına gedə bilmirəm, pul göndərə bilmirəm. Onun da orada ağrıyır, xəstədir. Onun dərmanı lazımdır. Körpələrin bu xəstəlik yayılıbdır, uşaqlarım xəstədir. Biz necə yaşayaq? Bax, bu Azərbaycanda necə yaşayaq? Deyin də, deyin görə necə yaşayaq? Mən buradan üzümü tuturam. O siyasi məhbusların ailələrindən üzümü tuturam. O 4 dənə ermənini çıxardıblar. Bəlkə eşidibsiz, bəlkə baxıbsınız. Niyə ayağa qalxmırsınız? Jurnalistlərin ailəsinə müraciət edirəm. Niyə ayağa qalxmırsınız? Siyasi məhbusların, dindar qardaşların ailəsinə müraciət edirəm. Niyə baxmırsınız? Niyə ayağa qalxmırsınız? Niyə sözünüzü demirsiniz? Niyə siqnal vermirsiniz? Deyin də, azad eləyin də, tələb eləyin də. Hamınız tələb eləyin. Mən necə çıxıram tələb eləyirəm. Siz də tələb eləyin də. Siz də çıxın da. Nə vaxta qədər susacaqsınız? Ömür boyu sussuz elə də olacaqsınız. Çıxın da, mən necə çıxıram, müraciət eləyirəm. Siz də çıxın, müraciət eləyin də. İlham Əliyev özü deyib də. Ərizə ilə göndərin, ərizənizi göndərin deyib. Siqlan verin sosial şəbəkəyə. Biz də çıxırıq, sosial şəbəkədən siqlan da veririk də. Ona baxmayaraq İlham Əliyev amba əhəmiyyət almır. Eşitmir. Qulaqlarına pambıq taxıb İlham Əliyev. Bu qədər zülüm olarmı? Və mənə köməklik lazım. Mənim 5 dənə körpə uşağım acdır. And olsun Allaha acdır. Quru çörək nədir, mən onu ala bilmirəm. Pulum yoxdur almağa şey. Qazımız keçib bu qışın vaxtında. Suyumuz kəsilib bu qışın vaxtında. Belə zülüm olarmı? Və mən kimə müraciət edeyim? Kimə deyim? Kömək istəyirəm, xahiş edirəm. Mənim yoldaşımı da azad eləyin. Mən yenə deyirəm, siyasi məhbusların ailələrinə, jurnalistin ailələrinə, dindar qardaşların ailələrinə müraciət edirəm ki, qalxın ayağa, haqqınızı tələb eləyin. Mən necə çıxıramsa sözümü deyirəm. Hamınız çıxın, sözünüzü deyin, haqqınızı tələb eləyin. Nəyə görə susursunuz? Bəsdirin də bu qədər sustuq, bu qədər dillənməyə, axırda bizi məhv elədilər axı bunlar. Və mən də çıxıb deyirəm, xahiş edirəm, mənim yoldaşıma kömək lazımdır, azadlığını buraxılsın. Mənim 5 dənə körpə uşağım da xahiş edirəm, mən yenə müraciət edib deyirəm. Kimin gücü nəyə çatırsa, mənə köməkli eləsinlər, xahiş edirəm. 5 aydır mən 5 dənə körpə uşağımın sosialını ala bilmirəm. Mənə vermirlər sosial yardımı. Bax, mənim yoldaşım da ona görə müraciət elədiyinə görə, bax, sosial yardımını istədiyinə görə, ona görə şərrədilər, həbs elədilər. Bu qızara-qızara yiyən məmurlar, bizim uşaqlarımızın haqqını yiyən məmurlar, oğru məmurlar. Mən də istəyirəm də, mənim də uşağım istəyir ki, yesin. Xahiş eləyirəm, mənə köməkli eləyin. Mənim o yoldaşımı azad eləyin, İlham Əliyev. Mən müraciət edirəm sizə. Azad eləyin mənim yoldaşımı. Necə şərriyib həbs eləyiblər, günahsız yerə yatızdırılır. Elə də azad eləyin mənim yoldaşımı. Bütün siyasi məhbusları azad eləyin. Jurnalistləri azad eləyin. Dindar qardaşları azad eləyin. Bəsdirin, bu qədər millətin başını oynaşdılar. Oğru məmurlar. Bəsdirin, azad eləyin.